Elə Arbatdan başlamışdım, Arbatla da istirəm, davam etdirəm hələ ki. Deməli, getmişik Moskvaya. Aha. Axı, adətən həmişə gedib bazarlığı Moskvada eləyərdik biz. Buralarda heç tapılmazdı da. Bəli. Gedim illik bazar, paltar, zat, belə şeyi Moskvadan alardıq. Getdik, neysə bir dükana Uçsum mağazin var iri yekə, ora girdik. Mən köynə sizdən yaxın olmasın bir dostum var, Ağdaşda həkimdir, doktor Fikrət. Bir vaxt gördüm, burası gəldi. Gəldik, belə söhbət elədik, arvada dedim ki, sən o Svetsa dolardı da, orada düz bilirsiniz Moskvada. Dedim, sən nə gedirsən, almaq istəsən, ged al, biz Fikrətlə burada söhbət eləyirik. Bir polkan, bir şu addildə söykəndik, belə dayandıq, sən demə, burada satıcıdır dayanıbdı. Burada şeycə satırlar da. Aha. Bir dənə də qəşək qız var, satıcı dayanıb bu arkada. Arvad getdi, bazardığın zadın neysə, hanla hana elədi, qayıtdı, gəldi. Dedim, şərqiyə qutardın, dedi, hə. Nə istəyirsən aldın, dedi, hə. Dedim, bu qızı dalaq. Bu qızı nə işsən, hə, dedi. Dedim, necə nə işsən? Sənə lazım oldu, sən işlədərsən, mənə lazım oldu, mən.